Bismillahirrahmanirrahim. Necə edək ki, mütəal Allah bizim üçün ölümün çətinliyini asanlaşdırmış olsun. Yəni, necə deyərlər, ağır can verməkdən necə nicat tapa bilərik? Dünyada yaşadığımız müddət ərzində hansı edə biləcəyimiz və ya hansı edəcəyimiz əməl bizim ağır can verməməyimizin qarşısını alacaq və ölümün çətinliyini bizim üçün asanlaşdırmış olacaq. Buna aydınlıq gətirməkdən ötürü İmam Sadiq əleyhissalamın bir hədisini diqqətinizə çatdırmış oluram. İmam Sadiq əleyhissalam buyurur ki, hər kim istəyir ki, Allah Taala ölümün çətinliyini onun üçün asanlaşdırmış olsun, dünyada yaşadığı müddət ərzində qohum, əqraba ilə, yəni insanlar ilə silə-i rəhmi, yəni onlarla münasibətdə olan əlaqəni bərpa etməkli, ağır can verməkliyin qarşısını alacaq və ölümün çətinliyini onun üçün asanlaşdırmış olacaq. Yəni, bir səbəb bu oldu ki, ağır can verməkliyin qarşısını alan əməllərdən biri silə-i rəhmi diqqətdə saxlamaqdır və qohum, əqraba ilə olan münasibəti bərpa etməklidir. Digər bir əməl isə İmam Sadiq əleyhissalam buyurur ki, əgər istəyirsiniz Allah Taala ölümü sizin üçün asanlaşdırmış olsun, valideynlərinizə yaxşılıq edin, onların qayğısını çəkin, onların xidmətində dayanın. Bu cür olduğu müqabildə Allah sizin bu əməlinizin müqabilində ölümün çətinliyi sizin üçün asanlaşdırmış olacaq və ağır can verməkliyin qarşısını almış olacaq. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.